Qışı yazı əvəzlənə keçən əzəli əbədi dünyanın vaxt axarında, kiçik çillənin son günlərində xoş gördük sizləri. Əsid coşan, qarlı boranlı kiçik çillənin hüccəsi özünə qalır. Əsid coşan, qarlı boranlı kiçik çillənin hüccəsi özünə qalır. Xıdırnəvi mərasimində başlayan insanlar, buğdanın tohumunu, əl ərmanından geçib, olduq düzəldir. Doşaqla, yağla, həşir, uyumaq çalır, yiyib canlarını isidir. Günəşin, təbiətin rəmzi olaraq yumurtanı yaşıl, qırmızı boyayır. Qızlar gəlinlər ev eşiyi sərgə səhnana salır, əyək qacanı təmizləyib, qulaqlara yerərək evlərinə su gətirirlər. Axı, boz ayın iç-su çərşənbəsini qarşılamaq lazımdır. Su da ki, çərşənbə suyu da ki, heyib hərəkət edir ki. Təbiət min ahənglə dəyişər. Məhəbbət dolu ilqarla dünya gələnlər dünyadan gedər. Könül dünyasından qopan sözləri, vəsiyyətləri, nəsiyyətləri qalar. Söz mülkünün əşrəfi olan insan gördüklərini, düşündüklərini, duyduqlarını ləyaqətə mindirər, cilalaya, vəsiyyət dolu söz xəzinəsi yaradarlar. Qəşt elədim, bu dünyanı dolandım. Əlini aşırdım, düzənə daldım. Ayaq getdi, əl gətirdi, iş verir. Baxmaqdan savay, gözənə qaldım. Ölüm haqdır, düşmək yox, ölüm haqdır, çıxmaq olmaz.
Əmirdən, ipək dola, həlqə salma dəmirdən, aydır, gündür, gəlib keçir özündən, darqıldır, ürək yazan əqaldır. Havaya baxıram, hava məxşuşdur, gəzdiyim oynaqlar yadıma düşdü, bir gün eşidərsiz, alı da köçdü, sınır fel sazı, xəzanə qaldı. Rus tənqidçisi və filosofu Belinski yazırdı. Ədəbiyyat xalqın şuurudur, onun mənəvi həyatının diriliyidir. Ədəbiyyat insanın, həyatın, obrazları görmək istədiyimiz, yamanladığımız, şuurumuzda yaratdığımız bir dövrün mənzərəsi, insanların bir-birini ötürdüyü hisslərdir. Onda dağların vüqarı, yarpaqların pıçıltısı, bülbüllərin həsrətnaməsi, qartalın əzəməti, çayların dərələri yarıb keçən hay-harayı, insanın incə duyğularının həyat fəlsəfəsi var. Ədəbiyyat söz dünyasının özünün ifadəsi, sirri dünyanın qələmlə eskizidir. Nizami dünyası ədalətdən, Xəqari şeiri etirazdan, Füzuli fəryadı Allahına qovuşmağın həsrətindən, Nəsimi üsyanı ilahinin bir parçası olan kamil insanın eşq fəlsəfəsindən, Xətai şeiri səbirdən yoğrulmuş bir ədəbiyyat toplusudur. Ey Xətai, sən təvəccül haqqı cil-cil çəkmə qəm, 18 min aləmə hökm eləyən sərdar. Poeziya ədəbiyyatın ən möhtəşəm bir qoludur. Şəhriyar deyirdi ki, bəşəriyyət, yer kürəsi insani duyğular üzərində qərar tutmuşdur. Bir sözlə şair, yazar olmaq üçün gərək həyatı özündə duyub, yaşadıb yaradasan. Bugünkü ədəbiyyat həftəsi milli poeziyanın inkişafında əvəzsiz rolu olan xalq şairi Səməd Vurğuna həsr olunmuşdur. Səməd Vurğun Qazax rayonunun Qıraqsalahlı kəndində ruhu sazın tellərində səslənən Yusif ağanın ailəsində doğulmuşdur. Əvvəlcə ana şəfqətindən məhrum olan Səməd sonradan atasını itirmişdir. Nənəsinin himayəsi altında böyüyür. Uşaq ikən cılız, qarayanız bir uşaq olan Səməd onu məktəbə götürmək istəməyən Firdun bəy Köçəriyə "Sən nə bilirsən ki, bu cılız bədəndə hansı ruh var?" deyir. Doğrudan da Səməd Vurğunun ruhunda millilik, öz kökünə, mənəvi dəyərlərimizə, tariximizə, ədəbiyyatımıza bağlılıq o qədər güclüdür ki, duymamaq mümkün deyil. Qısa, lakin dəyərli yaşamında ədəbi fəaliyyəti ilə yanaşı, elmi fəaliyyəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasında fəal iştirak etmişdir. Elmlər Akademiyasının vitse-prezidenti seçilmişdir. Hər üç növü, lirik, epik, dramatik növləri üç vəzində nizamə düzmüşdür. Səməd Vurğunun poeziyasının əsas məğzi Azərbaycan şeirində elə əksini tapır ki, onun sənəti, şair ilhamı incələnir. Azərbaycan coğrafiyasının, mədəniyyətinin, dilinin zənginliyi, bir-iki misra ilə tarixinin əzablı yolları, qədimliyi öz əksini tapır.
Vurulduğu, bağlı olduğu Azərbaycanın bütün mahallarını elə incəliklə təsvir edir ki, oxucu sanki canlı sinema pərdəsini seyr edir. Dağlardan qopan havalı yellər, ah o sərin yellər, şəfalı yellər, dağların hüsnünə divanə eylər, ruhunu hər kəsə saadət şuşa. Bu yerin dağları hər gün bəzənmiş, bəzən sanki xəyalımla tanışdı. Nə qədər fitri gözəl yaranmış ki, dəyişməmiş onu gözələ şəkil. Yenə gördüm səni, Dilizan dərəsi, yadıma çox köhnə zamanlar gəlir. Ömür dedikləri bir karvan yolu, nə canlar gedərək, nə canlar gəlir. Yaradıcılığının böyük bir mərhələsini poemalar tutur. Komsomol, Aygün, Muradxan və Xumar poeması tarixi mövzuda, Bulaq əfsanəsi, Qız qayası və hər biri şeiriyyətlə yanaşı ideyaca zəngin və ibrətamizdir. Fərhad və Şirin əsərində vətənin düşməndən qorunması, sənətkarlıq, təmiz, real eşqin gücü, düşmən hiləsi sənətkarlıqla əks olunur. Komsomol poeması 20-ci illər gəncliyinin həyatını, yeni cəmiyyət quruculuğunda coşqun iştirakını göstərən şair, əslində baş verən hadisələrin mahiyyətini anlamayan gənclərin faciəsini göstərir. Humay və Cəlalın məhəbbəti bu quruluşun qurbanı olur. Humayın ölüm səhnəsi təkcə bir ananın ağısı deyil, bir dövrün matəmi kimi səslənir. Dolanır həftələr, dolanır aylar, kəndin arasında bir danışıq var. Humayun ardınca deyirlər dəli, deyirlər başına bəğa gələli. Gecələr sıyrılıb yatacağından, asılır quş kimi öz ayağından. Nə çovğun anlayır, nə boran, nə qar, olanları artırır bəzən insanlar. Gəzir ayaq yalın, gəzir baş açıq, həyası qalmamış qızın azacıq. Deyirlər ulduzun, ayın buludun, deyirlər günəşin, alovun odun. Düşür arxasıca gəzir sərsəri, başının ağrısı tutandan bəri. Ah ölən məhəbbət, ah ölən istək, nədir həyatdakı bu çarpıntılıq? Yaşasın gələcək, böyük gələcək, onda nə göz yaşı, nə ayrılıq var. Sonbahar nə yaman gəldi sonbahar, at sapan dalğalar sır-sır bağlarmış. Bağlı qapıları açınca rüzgar, qəhqəhlə gülür bizə qara qış. Ömrünü tapşırır, xınalı kəklik, deyib danışmayır, xınalı kəklik. Ömrünü tapşırır, gödəlir gündüz, bülbül ağlasın ki solur çiçəklik. Deyib danışmayır, xınalı kəklik. Gecədir, ulduzlar donur havada, seyirdir atını qara bir bulud. Quşlar da boynunu burur yuvada, gəzir qapıları ölü bir sükut. Seyirdir atını qara bir bulud. Boğur, düşünür sakitcə torpaqlı damlar, boğur kainatı gecənin əli. Mənim də taleyimin izdirabı var, ölür sənətimin o ilk gözəli. Boğur kainatı gecənin əli, o 7 həftədir yorğan döşəkdə, təbibsiz dəvasız can üstündədir. Humaydan iyrənir yorğan döşəkdə, o ellər gözəli gör nə gündədir, təbibsiz dəvasız can üstündədir. Ölür sənətimin o ilk gözəli, gəlsin Füzulinin ağlar qəzəli, gəlib sevginimlə görüşsün barı, yolunu gözləyir ellər gözəli. Gəlsin Füzulinin ağlar qəzəli. Ey günəş, ey bulud, şahid olun siz. Göylərin altında bir həyat sönür. Sönür sevgilisiz, sönür sevgisiz. Asiman dolanır, asiman dönür. Göylərin altında bir həyat sönür. Qaydadır dünyadan yaxşı gedəndə, dost dəsmal götürər, düşmən açılar. Bəzən taleyimi düşünüb mən də, deyirəm mənim də başımda bu var. Dost dəsmal götürər, düşmən açılar. O artıq cahanda bir quru addır, susuram rüzgarın suallarına. Bu axşam şairim, şeirin azdır, təşviş komisyarın qalsın yarına. Susuram rüzgarın suallarına. Başının üstündə titrək əli ilə ağlayır ixtiyar ağ bir çək ana. Danışır ömrünün bu son gülü ilə, mən ölüm can bala qıymaram sana.
ağlayır ixtiyar ağ bir çək ana. Humay anasının son beşiğidir. Son beşik üstünde əsir analar. Onun var yoxudur, ev eşiğidir. Ananın yuxusuz gecələri var. Son beşik üstündə əsir analar. O görür qızının yazıq halını, qəfəsdə quş kimi özünü yeyir. Bütün var dövlətini, bölün malını, Humayun başına sadağa deyir. Qəfəsdə quş kimi özünü yeyir. Yolur bir çəyni, ağlayır asta. Humay matəmini bilməsin deyə. Dünyanı xəlq edən ey böyük usta, deyərək yalvarır, yaxarır göyə. Humay matəmini bilməsin deyə. Yazıq üfüqlər də, buludlar da lal. Külək qamçılayır qaranlıqları. Aparır xəstəni qara bir xəyal. Aparır gizli bir diyara sarı. Vaqif dramı Vaqifin həyatına həsr olunsa da, Azərbaycan torpaqlarının birliyi və istiqlalı uğrunda mübarizəsinə dövlət xadimi və sənətkar kimi fəaliyyətinə həsr olunmuşdur. Əsərdə Vaqif, vidadi dostluğu, birliyi, bağlılığı incə detallarla təsvir olunur. Vaqifin gəlişini səbirsizliklə gözləyən vidadi və Türk Osmanın gözlərinə şik gəlir. Vaqifin sazı bu evdə ən əziz əşya kimi qorunur. Bir tez olacak mı sallanır? Bunu tanıyırsan? Mənim də usta. Hala saxlamışam, onu utanmaz. Ondan ayrılması sənin sırayın. Onun tellərində göylərdən qəmin bir mənə vardır ki, yaşadırdı. Şair eləmişdir hər kimi. Doğrudur qardaşım. İnan ki, bir an könlüm ayrılmamışdı sazlardan. Digər dünyalara bir şey deyək. Qatar olub qalıb bağaya, nəfsizsən aşimana durmalar. Qarib qamcın-qamcınatısız, biz sən aşimana durmalar. Bir zaman havada qanat saxlayın. Sözüm vardır mənim sözümə var. Qatarlaşıb nə birazdan gəlirsiniz, bir xəbər verəsiniz sözümə var. Bir baş saçını dərdi məmin alına, arıza yazsın qalamansın əlinə. Vidadi xəstədən fəaliyyət edinə, siz yetirin bir nişanə durmalar. Nazənin nazənin edər savaş, ürək təzanlar edər savaşlar. Vaqifin nə könlünü çox edər qalmaz, sağdan çıxsınlar, qəza qurmalar. Vaqif Azərbaycanın qürurunun timsalıdır. Onun əyilməzlikləridir. Qazara dediyi sözlər Azərbaycanın adındandır. Vaqif həm də humanist bir insandır. Ona xəyanət etmiş zamanın ölüm xəbərini arzulayır. Bunu zamanın atısı kimi qiymətləndirir. Curnazdır. Sənin sevgilinin vəfatı vardır.
qalmayın. Ağlama Cunlar. Qızım, hər gecənin bir gündüzü var. Sənə halal olsun hər əməyimiz. Yoxdur səndən özgə bir köməyimiz. Ala bu məktubu qoynunda gizlə. Onu gözün kimi qoruyub gözlə. Çatdır hardardırsa qaçaq ellərə. Narahat olmayın. Bir bax Cunara, atalar sözüdür, yaxşı qulaq as. Aslanın erkəyi dişisi olmaz. Ellər qurtaracaq bizi bu dardan, dünya ayırmasın səni şunlardan. Odur bax, günəşin rənginə bir bax, yanır kainata işıq saçaraq. O günəş gəncliyin timsalıdır bir, gəncliyin günəşi saralan deyil. Can balan parlasın ömrün günəş tək, nə can ağrısı gör, nə istirab tək. Kişi, bir dayan, bizi işə salarsan. Yox, mən onu görəm gərək. Kör eləsin səni fələk. Məni geri qaytarsan. Gəl tez ol, tez qayıt ha. Xəbər çatar birdən şaha. Onsuz da çox qudurğandır, çörəyi qan, suyu qandır. Nə qədər yalvardım yenə qədərə. Dedi ki, sən də çəkdirirəm qara. Sonra bütün gecə xəyala vardı. Allaha üstub yenə yalvardım. Onda da görmədin vicdandan əsər. Doğru deyil kəlmir. Aldanmış qəşər. Bir kömək gəlməyi siz əlimdən. Sözüm yerə düşdü. Niyə sağam mən? Qardaşım, sən nə yap yalvardın ona? Söz əsər eyləməz qəlbim dostuna. Bir də qorxmayıram mən heç ölümdən. Dünyanın qəlbində qalacağam mən. Yox, yox. Ölüm sənə yaraşmayır. Vidadi, gəl məndən bir dəfəlik keç. Qayıt kəndimizə, qorxuram səndən. Bari vidadisiz qalmasın vətən. Necə? Bunu görməzsən, səni mən torpaqda öləcəyəm mən. Ata, lap heyran oldu qalacağım. Doğrudan o səyanlı sənə yanır yaşlar. Mən təmizlə böyük təbiəti var. Ona bənzəsəydi ikimiz var. Böyük təbiətlər yaranır az-az. Hər yerdə, hər zaman inci tapılmaz. Vagif, ey sərvərim. Ey sərvərim, ey tacidarım. Nə var? Uydum bu dünyada nazu nemətə, özüm də bilmədən uydum şöhrətə. Bilmədim axırı zəhrimarıymış, hər qızıl xəzinə bir şahmarıymış. İndi özəlinlə gəl öldür məni, nə qədər alçaldım, alçaltdım səni. Get, vəfasız sən dünya kimi. Görünmə, gözümə bir rüya kimi. Bir ceylandım ürkütdülər yatağımdan, bir quş idim ayrı düşdüm budağımdan. Külək əsər, yarpaq düşər, çiçək solar, viran qalmış mənim bu can otağımdan. Budur, yer üzünün əşrəfi insan, yaradır gündə bir hicranlı dastan. Nə idi o yazığın, nə idi günahı, indi çöllər midir onun panahı? İnsan, o müqəddəs bir kainatdır, o saf qəlbi pozan yalnız həyatdır. Qapçı, çağır gedəni, oğlum laf oyatdı romanlı məni. Bəzən yanılsa da hər duyan ürək, ondan iylənsə də hər duyan ürək. Buna müqəssirdir şübhəsiz zaman. Özünü qayadan taxtı xurama. Of, farklı ürəyim, yazıq kurama, bizim eşqimizi məhv etdi zaman. Başla. Lirik şeirlərin müxtəlif mövzular, təbiət, məhəbbət, müharibə və sair olsa da, onları xalq qrupu birinin xəlqiliyi birləşdirir. Şair artıq ömrünün sona yetdiyini hiss edir. Şair nə tez qocalmasın, xəbər almalı şeirlərdən inanır ki, xalq onu unutmayacaqdır. Əlinizə tutun da, ha? Qalağa gəlir.
Yenə qılıncını çəkdi üstümə, qurbanı olduğum o ala gözlər. Yenə cəllad olub durdu qəsdimə, qələm qaş altında piyalə gözlər. Başımdan getmişdi sevdanın qəmi, xəyalım gəzirdi bütün aləmi. Bu dustaq könlümü deyin, yenəmi? Çəkdiniz sorğuya, suala gözlər. Sevda yolçusuyam əzəl yaşımdan, könlüm ayrı gəzir can sirdaşımdan. Dağıdır hüşümü alır başımdan, süzülüb gedəndə xəyala gözlər. Gərdənim minadır, boyum tamaşa, ay və həsəd çəkir o qələm qaşa. Bir cüt ulduz kimi verib baş-başa. Yanıb çölə salır camalı gözlər. Mənim sevgilimdir o gözəl pəri, qoy üzə vurmasın keçən günləri. Mən qədir bilənəm əzəldən bəri, sizinlə yetmişəm kamalı gözlər. Cahanda hər hökmü bir zaman verir, dünən dövran sürən bu gün can verir. İllər xəstəsiyəm, yaram qan verir. Siz məni saldınız bu hala gözlər. Neymətsə də gözəl şeyi, şair olan qəm deyir. Dünən ömrü keçir bu adətlə, uğurlu bir saadətlə. Dünən görən məni nədir deyir, saçlarına düşən bu dən, şair nə tez qocaldın sən. Dünən mənə öz əlində, gül gətirən bir gəlində, gözlərindən min bir sual, heykəl kimi dayandılar. O bəxtəfər gözəlində, mən oxudum gözlərindən, şair nə tez qocaldın sən. Ovçuluğa meyil saldım, gecə gündüz yolda qaldım, dağ başından enib düzə, bir ok kimi süzə-süzə. Neçə ceyran nişan aldım, cavab gəldi güllələrdən, şair nə tez qocaldın sən. Bəzən uca, bəzən usta, ötür sazın minsin üstə, andı yalan, eşqi yalan, dostluğu da rüşvət olan, ürək yaxan bu iblis də, üzəvari deyil hərdən, şair, nə tez qocaldın sən? Binələri çadır-çadır, çox gəlmişəm özüm dağlar, qüdrətini sizdən aldı, mənim sazım, sözüm dağlar. Maral gəzər asta-asta, enib gələr çeşmə üstə, gözüm yolda, könlüm səsdə, deyin necə dözüm dağlar. Hər obanın bir yaylağı, hər tərlanın öz oylağı, dolaylarda bahar çağı, bir doyunca gəzim dağlar. Qayaları baş-başadır, güneyləri tamaşadır, gödək ömrü çox yaşadır, canım dağlar, gözüm dağlar. Qarşıdan gələn Novruz bayramımızı, su sərşənlərini təbrik edirəm. Evimiz sizin iyi bərəkətdir. Qarşıdan gələn Novruz bayramınızı, su sərşənbənizi təbrik edirəm. Eviniz ruzu bərəkətli olsun. Tədbirimiz ifadə ilə tədbirimiz gəldi. Baxın, bu mən deməkdən yoldaşlarımız hazırlamaq.